nə söyləmək olar bu sammitdə Azərbaycan araları baxımından? Əvvəla sammitin ən yadda qalan bizim üçün hadisələrindən biri Azərbaycan prezidenti Cənab İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında təkbətək, yenə də vasitəçilər olmadan bir görüşün keçirilməsidir. Bu görüşdə müzakirə olunan məsələləri iki kateqoriyaya bölmək mümkündür. İki istiqamət özüdür. Birincisi, 8 avqust tarixində Vaşinqtonda əldə edilmiş sülh prosesi ilə bağlı tarixi razılaşdırmaların irəli aparılması, onun daha da inkişaf etdirilməsi və onun implementasiyası ilə bağlı, icra məsələləri ilə bağlı konkret işlərin görülməsi bu birinci istiqamətdir. İkinci istiqamət isə birbaşa, yəni konkret olaraq hər iki dövlətin arasında bu Zəngəzur dəhlizi, Tramp marşrutu ilə bağlı məsələlərin daha irəli getməsi ilə bağlıdır. Azərbaycan prezidenti Cənab İlham Əliyev də bildirdi ki, artıq biz Horadiz-Ağbənd deməli yolunun çəkilişini yekunlaşdırırıq. Yəni ta gəlir, çatır, Ermənistan sərhədinə qədər bizim avtomobil yolları çəkilir. Qalır 42 təxminən kilometrlik həmin o Zəngəzur dəhlizi trendi ilə indi ona həm də Vaşinqton razılaşmalarından sonra həm də Tramp marşrutu deyilir. Onun çəkilməsi və Ermənistan baş naziri də məlumat verdi ki, o ölkəsində də bu istiqamətdə işlər gedir və yeri gəlmişkən onu da söyləyim ki, Birləşmiş Ştatlar artıq bu məqsəd üçün Ermənistana ilkin tranş olaraq 145 milyon dollar vəsait ayırıb. Yəni proses getməkdədir. Yəni sülh prosesi ilə bağlı məsələlər çox ciddi müzakirə olunub. Və bir daha qeyd edirəm ki, təkcə prosesin özü yox, o prosesin icra mexanizmi ilə bağlı məsələlər diqqətə saxlanılıb. Və çox sevindirici haldır ki, bax elə məlum oldu ki, Ermənistan parlamenti də artıq Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı bir bəyanat qəbul edib. Və bu bəyanatda sülhə sadiqlik öz ifadəsini tapıb. Həm də başqa bir fikir də söyləyim ki, Ermənistanın sülh prosesi ilə bağlı o addımlarını təsdiqləyir. Bu müsbət addımlardır. Belə ki, Nikol Paşinyan Strasburqda Avropa Şurası Parlament Assambleyasında ona jurnalistlərdən biri sual verəndə ki, siz necə baxırsınız Qarabağdan köçüb Ermənistana gəlmiş erməni əhalisinin geri qayıtmasına bağlı məsələyə? O da cavabında bildirmiş ki, xeyr, bizim erməni əhalisinin geri qaytarma niyyətimiz yoxdur və biz beynəlxalq ictimaiyyətə müraciət edirik ki, Ermənistanda onların deməli yaşayışı, onların təminatı, onların infrastrukturun yaradılması istiqamətində bizə dəstək versin və hətta jurnalistlər də bildirib ki, bu istiqamətli suallar və belə məsələlərin qoyulması və erməni əhalisinin geri qaytarılması ilə bağlı fikirlər belə sülh prosesinə mane olur. Bu kimi heç suallara verməyə ehtiyac yoxdur. Biz hesab edirik ki, o məsələlərdən bəhs etməliyik ki, o məsələlər sülh prosesinə gətirib çıxarır. Sülh prosesinə əngəl törətmir. Bax, bu dediklərimiz də bir daha onu təsdiqləyir ki, həqiqətən də sülh prosesində bir dinamizm var və 2026-cı il əslində 2026-cı il Cənubi Qafqaza uzun müddətli bir sülhün gəlişi ili ola bilər, uzun müddətdir. Çünki tərəflər hər ikisi bu niyyətdədir, Azərbaycan sülh prosesinin müəllifidir. Biz Cənab Prezidentin təbirincə desək, sülhü udmuşuq, indi də biz müharibəni udmuşuq, indi də sülhü qazanırıq, bizim xəttimiz budur. Sülh müqaviləsinin bazı prinsiplərin müəllifi bizik, onun layihəsinin müəllifi bizik və biz də bu istiqamətdə sonraki addımların atılmasına maraqlıyıq. Və Ermənistandan da müsbət, necə də reveranslar gəlir, müsbət addımların biz şahidiyik və revanşistlərin nə qədər ciddi cəhlə bu prosesə mane olmalarına rəğmən rəsmi Bakı və rəsmi İrəvan sülh istiqamətində addımlar atır və Cənab Prezidentin İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın Danimarkaya, Kopenhagenə gəlişindən sonra ilk atdığı addımlar məhz iki tərəfli formatda görüşün keçirilməsi də bu da hər iki tərəfin sülh prosesi istiqamətində israrlı addımların ifadəsidir. Həm də Könül xanım, diqqətdən yayılmayan bir məqama da bizim hörmətli tamaşaçılarımızın diqqətini cəlb etmək istəyirəm ki, əvvəlki görüşlərdə, xüsusən 2022-ci ildən başlayaraq bu görüşlər intensiv xarakter alırdı və bu görüşlərdə biz bir gərginlik görürdük, bir
kompromissiz davranış, əsəbi ton Ermənistan tərəfindən bu həmişə müşahidə olunurdu. Amma indi isə iki dövlətin rəhbəri stol arxasında əyləşib, qarşılarında deməli kofe içərək bir-birindən çox səmimi, açıq söhbətlər edirlər. Bunun özü artıq hesab edirəm ki, bir etimad mühiti deməkdir, onun formalaşması deməkdir. Və yeri gəlmiş hər iki dövlətin rəhbəri Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpa təşəkkür elədilər ki, onun şahidliyi ilə çox strateji əhəmiyyətli, tarixi əhəmiyyətli sənədlər imzalanıb. Ən başlıcası sülh müqaviləsi imzalanması da o paraflanıb. Bu o deməkdir ki, daha sülh müqaviləsində heç bir dəyişiklik ola bilməz. Bunlar tarixi hesab edən nailiyyətlərdir və əsas odur ki, dediyim kimi, dövlət başçıları heç kimin müdaxiləsi olmadan, heç kimin iştirakı olmadan, heç kim bu görüş təşkil eləmir, heç kim vasitəçilik eləmir. Gəlmişik, bir yerdəyik, qonşu dövlətlərik, müəyyən problemlərimiz var, həll etməliyik, gəl, oturaq, söhbət edək və onları həll edək. Bunun özü, yəni etimad mühiti. Əvvəllər Azərbaycan və Ermənistan siyasi liderlər üçüncü tərəfin deməli təşkilatçılığı olmasaydı, iştirakı olmasaydı bir araya gələ bilmirdi. Ermənistan qeyri-konstitusiyon mövqeyini əl çəkmirdi. Amma indi isə dövlət başda bir-birini görür, biz bir yerdəyik, bir yerə gəlmişik, gəl elə birlikdə də söhbətimizi edək. Və özləri mövzunu müəyyən edirlər, məsələləri müzakirə edirlər və heç kimin müdaxiləsi olmadan bu proses getməkdədir. Bu hesab edirəm ki, sülh müqaviləsinin imzalanacağına böyük ümidlər yaradır və bir daha qeyd edirəm ki, bu baxımdan 2026-cı il sülh prosesində çox şanslı bir il ola bilər və biz buna böyük ümidlər bəsləyirik.